Salam dostlar, necəsiz? Ümidvaram ki, çox yaxşısınız. Çünki bugün biz sizinlə birlikdə maraqlı məlumatlar öyrənəcəyik. Elə isə getdik. Əziz uşaqlar, bilirsinizmi ki, Allahın yaratdığı ilk insan Adəm peyğəmbərdir? O, bütün insanların babasıdır və Allah ona bütün hər şeyi öyrətmişdir. Balacalar, sizə maraqlı bir şey danışım. Nuh peyğəmbər 1000 ildən çox yaşamışdır. Təsəvvür edə bilirsiniz? 1000 ildən çox. O, Allahın əmri ilə çox böyük bir gəmi hazırlamışdı və heyvanları da ora yığmışdı. Yaxşı, bəs siz heç bilirdinizmi ki, cümə günü müsəlmanlar üçün ən xüsusi gündür? Bu gün insanlar bir yerə toplanıb cümə namazı qılırlar və Allahdan xeyir diləyirlər. Əziz balalar, bilirdinizmi ki, Bismillah demək Allahın adı ilə başlamaq deməkdir. Əgər bir işə Bismillah deyərək başlasanız, Allah sizə mütləq kömək edəcək. Əziz balalar, bütün müsəlmanlar dünyanın hər yerindən eyni istiqamətə doğru namaz qılırlar. O istiqamətin adı isə Kəbədir və hər kəs ora tərəf dayanır. Balacalar, çox güman ki, bunu çoxunuz bilmirsiniz. Dünyanın ilk dərzisi bilirsiniz kim olub? İdris peyğəmbər olub. O, insanlara paltar tikməyi öyrədib və tikdiyi paltarları da çox səliqəli hazırlayıb. Uşaqlar, daha bir maraqlı məlumat deyim sizə. Bilirsiniz, ilk azanı kim oxuyub? Bilal Həbəşi oxuyub. Onun səsi çox gözəl idi və insanlara namaz vaxtını xəbər verirdi. Əziz uşaqlar, bilirsinizmi ki, dünyanın ilk məscidi Quba məscididir? Bu məscidi Peyğəmbərimiz tikmişdir və orada namaz qılmaq isə çox böyük savabdır. Uşaqlar, sizə heyrətləndirici bir məlumat deyim. Peyğəmbərimizin doğulduğu il Məkkəyə fil ordusu hücum etmişdi. Allah quşlar göndərərək həmin ordunu dayandırmışdı. Bu hadisəyə isə elə o vaxtdan fil ili deyilir. Yaxşı uşaqlar, bu isə sonuncu məlumatdır. Bilirsinizmi ki, Qurani-Kərim ilk vaxtlarda daş, dəri və xurma yarpaqlarına yazılırdı? Sizcə nəyə görə? Bəli, doğru tapdınız. Çünki o dövrdə kağız az idi. Amma insanlar Allahın kəlamını çox diqqətlə qoruyurdular. Bax belə dostlar, bugünlük bu qədər. Bugün biz sizinlə bir xeyli məlumat öyrəndik. Gələn görüşlərədək bugün öyrəndiyiniz məlumatları unutmayın, yadınızda saxlayın. Sağ olun, salamat qalın. Bizə dəstək olmaq üçün kanalımıza abunə olun.